Salamlar olsun kanalımın güzel, mehriban xanımlarına. Arzunun mətbəxində hər birinizi xoş gördüm. Nətərsiz? Məni soruşsaz, Allaha şükür mən də yaxşıyam. Allah hamınızı var eləsin, sağlam eləsin, gözəl əhval-ruhiyyədə eləsin inşallah. Xanımlar, bugün mən yenə bir isti xörəklə qarşınıza gəldim. Bu isti xörəyimiz nədən ibarətdir? Bugün mən kotlet hazırlamaq istəyirəm. Kotlet üçün bura yığdığım ərzaqların hamısını bir-bir sizlə tanış eləyim, zaten bilirsiniz. Yenə deyirəm, bizim gözəl, göyçək, gənc qızlarımız köçüblər, ailə qurublar, yenə deyirəm, baxarlar, yararlanarlar mənim bu mətbəximlə, bu xörəklərimlə. Mənə də çox xoş olar. Xanımlar, burada mənim 300 qram ətdir. Hardasa 300-400 qrama yaxın ətdir, çəkilmiş ətdir. Dana ətidir və quyruqdur. Qoyunun quyruq ətidir. Hər ikisini çəkmişəm, hazır formada buradadır. Burada xanımlar 6 ədəd baş soğandır. Qəşəng xırda bunu da maşının xırda gözündən keçirib, acı suyunu çıxartmışam, hazırdır. Burada xanımlar bizim var reyhan. Reyhan bilirsiniz də dəstəsi balaca olur. Bir dəstə reyhandır, şüyüddür, bir də keşnişdir. Göyərti mütləq olmalıdır kotletdə. Mən həm də çox vururam kotletə göyü. Bir ədəd də yumurtadır. Duz, istiot da hamısını tökəndə göstərəcəm sizə. Bismillahla inşallah işimizə başlayaq. Bismillah. Xanımlar, soğanımızı tökün ətimizin üzərinə. Bilirsiniz niyə soğanı mən çox eləyirəm kotletdə? Bunu mənim yaxınlarım bilir. Soğan kotletdə çox olanda çox dadlı olur. Həddindən artıq dadlı olur. Bir də mənim bu qabaqki videolarımda bir neçə nəfər xanım məndən kotlet istəmişdi. Hətta şəxsimə də yazmışdılar yaxın adamlardan ki, Arzu xanım, sizin o kotletinizdən istəyərdik hazırlayasınız, səbirsizliklə gözləyirik. Onların hamısını nəzərə alıb, bugün dedim, mütləq bu kotleti hazırlayayım. Belə xanımlar, yumurtamızı da tökün üzərinə ətimizin. Duz tökün. Biraz qırmızı istiot. Zövqə görədir. Kim istəməsə tökməz. Qara istiot da tökəcəm. Qırmızı istiot kim istəməsə tökməz. Belə. Xanımlar, mən indi qəşəng-qəşəng kameranı keçirəcəm. Ətimizi belə necə lazımdır, ürəyiniz istəyən kimi qəşəng bunu qarışdırın. Hamısı bir-birinə ərzaqlarımız özünü tutsun. Sonra hazırlayanda kotletimizi yenə təkrar sizlə görüşəcəm. Siz izləmədə qalın. Ətimizi hazırladım qızlar. Qəşəng qatışdırdım. Necə lazımdır. Dedim, qoy biraz da gözlətdim ki, özünü tutsun. Yəni ki, ərzaqların hamısının dadı bir-birinə çıxsın, daha dadlı olsun kotletimiz. Bir də xanımlar, mən reyhanı qatanda kotletə çox qəşəng dad verir. Çox dadlı olur kotlet. Əgər istəsəz, qızlar, siz də bir dəfə prov eləyin. Bir də xanımlar, elə xanımlarımız var ki, çoxu bəlkə də kotletə kartuşka da vurur, un da vurur, çörək də vurur.
yaxşı eləyirlər, düz eləyirlər, hörmətlə yanaşıram. Hərənin özünün bir resepti var. Mən vurmuram, kartoşka vurmuram, çörək də vurmuram. Elə soğanın bol eləyirəm, gördüyünüz kimi göyərtisini bol eləyirəm. Bir dənə də yumurta vururam, suxariklə hazırlayıram. İndi başlayaq, hazırlayaq kotletimizi. Bismillah. Qəşəng. Quyruğu da biraz artıq olanda kotlet laf dadlı olur. Elə bir ki, lülə kebab dadı verir. Bu mənim fikrimdir. Belə, xanımlar. Bir-iki dənəsini sizlə bölüşüm. Sonra mən rahat-rahat özüm hamısını hazırlayayım, yığım kotletlərimizin. Qızardanda yenə göstərərəm sizə. Siz izləmədə qalın, qəşəng-qəşəng, rahat oturun. Çayınız böyrünüzdə olsun, bu mütləqdir. Abunə olmamısınızsa abunə olun. Fikirlərinizi yazın. Xanımlar, bundan qabaqki videomda ətlə nar qovurması hazırlamışdım həmən videomda. Yenə həmişəki kimi çox gözəl, səviyyəli, adınıza layiq rəylər yazmışsınız. Yazan əlləriniz var olsun. Baxan gözləriniz heç hava ağrımasın. Allah hər birinizdən razı olsun. Mənim dəyərli kanalımın gözəl xanımları, hər birinizdən ayrı-ayrılıqda çox razıyam. Vallah, o qədər dəyərli xanım, xatın cümlələrlə mənə rəylər yazırsınız. Mən o qədər ürəyim açılır, çox belə necə lazımdır ruhlanıram, motivasiya verirsiniz. İstəyirəm ki, daha tez başlayayım, videolar çəkeyim. Vallah, doğrudan bu belədir, içdən gəlir mənim bu sözlərim. Həm də biraz gec videolar çəkəndə həqiqətən çox darıxıram sizlər üçün, YouTube üçün. Ona görə də bugün dedim, mütləq mən xanımlarla görüşməliyəm, yemək hazırlamalıyam, yenə onların qarşısına çıxmalıyam, onların qəşəng-qəşəng sözlərin, adlarına layiq olan sözləri mən yenə eşitmək istəyirəm. Əziyyətə həqiqətən qiymət verirsiniz. Xanımlar, inanırsınız, o qədər çətinliklər olur ki, bu videonu çəkəndə. Belə baxır adam, deyir, hə, nə qəşəkdir, ay, nə gözəldir, adamın xoşuna gəlir. Şəxsən mənim özüm də baxıram. Niyə baxmıram ki, başqa xanımların videolarına yorum da yazıram hətta. Xoşuma gəlir. Qəşəng sözlər eşidəndə həqiqətən də adam çox ruhlanır. İndi Allah hər birinizdən razı olsun. Yenə fikirlərinizi yazarsınız, mənlə bölüşərsiniz. Mən də fikirlərimi sizə çatdıraram. Xanımlar, indi burada mən videonu dayandırım inşallah. Kotletlərin hamısını hazırlayım, yığım, sonra təkrar pişirəndə sizlə görüşəcəm. Qazımızı yandırdım, tavanı qoydum üzərinə qazım. İndi xanımlar, mən tavaya kərə yağını töküm, sinsin qəşəng. Sonra da kotletlərimizi qəşəng düzüm, pişsin. Yağımızı götürüm. Xanımlar, kotletlər kərə yağında pişəndə həqiqətən də çox dadlı olur. Bəli, adam var, xoşlayır, duru yağda pişirsin. O da olar, niyə də olmasın. Mənim özüm də birdən duru yağda pişirirəm, zeytun yağı ilə. Sadəcə uşaqlar kərə yağı ilə xoşlayırlar. Dedim, qoy uşaqların dediyi kimi olsun, onların ürəyicə olsun.
Tavamız qızsın qəşəng. Yağımız burada qızsın. Kotletlərimizi düzün. Kotletlərimizi düzün bir-bir. Pişsin, sonra inşallah sizlə servis eləyəndə təkrar görüşəcəm. Bismillah. Allah Taala yenə deyirəm, hamımızın evini ruzulu, bərəkətli, süfrəmizi bol eləsin. Amin inşallah. Allah heç kimi yeməklə, çörəklə sınağa çəkməsin. Amin Allahım. Bu bir tikə çörəyi heç kimin əlindən almasın. Əsas hər şeyin başında duran can sağlığıdır. Birinci o can sağlığın Allah Taala heç birimizdən əsirgəməsin. Amin ya Rəbbim, amin. Siz də inşallah hazırlayın, ailənizlə, evlatlarınızla, nəvələrinizlə qəşəng-qəşəng oturun, nuş eləyin. Xanımlar, qəşəng kotletlərimizi düzdüm. Burada öz xoduna qəşəng pişəcək, içi də, çölü də, o yüz, bu yüz qəşəng qızarır, içi də pişəcək. Sonra servis eləyəndə Allahın izni ilə sizlə görüşəcəm. Xanımlar, gəldim, çıxdım videomun sonluğuna. Kotletlərimizi qəşəng-qəşəng pişirdim, hazırladım. Bax, belə də servis elədim. Fikirlərinizi yazarsınız, necə servis eləmişəm, xoşunuza gəlib, gəlməyib, mənim üçün çox önəmlidir. Sizin dəyərli fikirləriniz, mənim əziz bacılarım. Amma onu da sizə deyim ki, kotletimiz çox yumuşaq çıxıb, içi də qəşəng-qəşəng pişibdir, belə necə lazımdır. Göz haqqınızı halal edin, gözəl xanımlar. Bu da mənim yayda hazırladığım acikodu. Bu da çox qəşəng çıxıbdır, kotletlə çox gözəl gedir. Yəqin ki, siz də hazırlamışdınız, qışa tədarik görmüşdünüz yayda. Siz də bax belə ət yeməkləri olanda açın, qəşəng acikoyla çox dadlı gedir ət xörəkləri. Həqiqətən də çox ləzzətli çıxıbdır acikada. Bax belə xanımlar, bu da mənim pərpətöyün turşum. Yenə deyirəm, bunu da yayda hazırlamışdım. Bunu da açmışam. Çox qəşəng çıxıb, dadlı çıxıbdı bu şorabamda. Duzu, hər bir şey yeri yerindədir. Bu da ət xörəkləri ilə həqiqətən çox qəşəng gedir. Qızlar, bilirsiniz nətərdir? Doğrudan yayda əziyyət çəkib, hazırladığımız, qış üçün gördüyümüz tədarüklər, bax bugünkü gündə, bu qışın soyuq aylarında adamın əlindən tutur. Şəxsən mənim çox əlimdən tutur. Açıram, qəşəng-qəşəng, bilirəm ki, özüm hazırlamışam, hər bir şey öz əlimdən çıxıbdır. Ona görə də rahat-rahat nuş edirik. Xanımlar, yenə deyirəm, Allah sizləri var eləsin. Baxan gözləriniz heç vaxt ağrımasın, yazan əlləriniz yorulmasın. Hər birinizə ayrı-ayrılıqda təşəkkür eləyirəm. Çox gözəl rəylər yazırsınız, fikirlər yazırsınız. Yenə də yazmaqda davam edin. Özünüzdən müğayət olun. Öpürəm sizi, bağrıma basıram. İnşallah Allahın köməkliyi ilə görüşərik.